Atkırvalka tapılmadı. Yox, ay Arzu bacı, atkırvalka elə bir göyə uçub. Atkırvalka. 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 Sözə bak ya. Atkırvalka. 4 hezadı. Dikimiz biz oldu atkırvalka. Bu, şimdi tez çıxdın, ay talih indicə girməmişdin hamama. Eşitçimə bildim ki, elə suya açdım, su kəsildi. Elə bilirsən, məni hamamdan yarımçı çıxardandan sonra rahat çiməyəcəksən. Bir axtı talih. Bu nə də, qulağımın dibində savun qalıb ki, qanunu bir yaxalanım. Gedim suya açım çimim. Talih, Hə. aşağıdakı baxçıda boş iş yeri var. Peki mən düzəlim ora işləyim. Talih, bütün gün evdə darıxıram da. Nə olar, düzəlim işləyim da ora. Talih, mənə işdirsən sən? Hadi səni eşitirəm də səndən başqa kim danışır? Elə bayaqda sən danışsan. Neyim ki, bir xəbərlərə baxaq da. Deyirəm, aşağıda baxçıda boş iş yeri var. Düzəlim mən işləyim ora. O bərdə fikirləşərik. Biraz sonra görsən, Hindistanda evakuator yol polis maşını aparır. Yəqin müqalqasız durmuş. Talih, Hə. sən fikirləşincə ora başqa adam götürərlər. Əlbəttə fikirləşərik. Onu bax, 80 yaşında nənə protez dişlə qatar dartır. Talih, xəbərlər qaçmır da mənə qulaq as. Ay Arzu, hər gün mən işdən yorğun gəlirəm. Bu gün də işdən görsən ki, yorulub gəlmişəm. Çimə də bilmədim, yorğunluğum çıxsın, yorma da. Mənim atkırvalkamı xarab eləmə də, Arzu, xahiş edirəm. Əğin sən. Çubar oldum. Boynuma tıxırsınız. Ay, qismət bu. Arzu, başa düşmədim. Sənə demədim, mən bu köynə xalatımı zibilliyyətulla. Qismətə niyə verirsən? Dedim, zibilliyyətulla da. Qardan yersən, hə, qismət? Hamamdan. Başa düşmədim, hamamda su yer ki. Əla gəlir deyə suyunu alsan, hələn belə gəldiyi olmamışdı. Başa düşmədim, bu nə at kırvalka söhbətlərdir. Mən səni hər dəfə hamamdan yarımçıq çıxardım, özüm girən kimi su kəsilir. Niyə? Bəxtin yox. Uy ay mama, gələn qumudur, rahat ol günə. Ay qız, sən də bir az gir, çıx da bu mətbəxə. Ürəyim çəkilsin. Ürəyim çəkildi. Siz ay Bəşdi xala. Az bərəl görün. Bura bax. Günorta Ceyran xala bir yekə tort pişmişdi. Biçinəli. Bilmirsən onu harda gizlədim. Səhərdən axtarlıq tapa bilmirik. Tortu. Hə. Bəşdi xala, onu elə günorta pişirdilər. Günorta da yedilər də. Ooo, denəm boğazına şişirsin. O yekəliyin darbar tamahını saxlaya bilmir. Delin qoydun ondan bizcə belə də biz dadıydık payla. Ay Bəşdi xala, bu evdə ən çox. Yaxşı görməyib, bəlgə görüm. Bir sözünü de görüm, nə demək istəyirsən. Arzu, bu binanın qabağındakı bağçada işə düzəlmək istəyir. Nə? Hə, Talih qardaş da yaman əsəbləşib. Vay, ay ana, bunlar mənim qardaşımı infaq eləməslər, yanan döyürlər. Ay. Teymur müəllim, gecəniz xeyrə qalsın, mən gedirəm. Xeyrə qarşı, get. Teymur, mən də getdim. Leylin yola salım. Get, mən dil işıqları da söndürüb gəlirəm. Az Leylin gözlə, tabii gözlə də bu. Abbas. O sən ötürün, baxma, gecə qaranlıqdır, it doludur, səni basıb yiyərlər. Abbas, nə əziyyət çəkirsən, özüm Bu gedirəm. ədəd onu get, hənə dizlərinə uzatdır. Gedim, babamdan mı giz edib mənə day? Qələbən kuruğu yoxdur bir vaxt çayı. Oturub mənə gözləyir orada, mənə bu lazımdır. Hə, yaxşı, get, nuş olsun. Amma bunlar desələr ki, mən baş administrator kimi buradan oğurluq edirəm, mənim axırıma çıxar olur. Oğurluq edirsən?
Oğurluq edirəm, zaten etibarla halalına bölürəm də. Sən nə varsa sən də oğurluq edirsən. Ayıb diye, ayıb diye. Demir, bəriyəm. Ne oldu, ben ne ses küçtüm burada? Buna bak. 2 dəqiqə ola tutmuşam. Abbas restoranına oğurluq eləyir. Utanmırsınız, heç adam istediği yerden de oğurluq eləyəm mən. Sən nə varsa sən də oğurluq edirsən də. Nədə o turşular? Baxın turşu deyil o. Ayıp olsun ha sana, ben kalstikumu görmürsən. Hiç ben oğru yok şuram. Ne şəratısın ha sakal. Temo, bankalar nədir yığmısan? Sən hara geysən? Yaxşı. Ay. Kulaklarınızı götürün, gedin evinize sabah söhbət edin. Ayıb. Açtırın kapını açtırın ya. Yaxşı hərəkət edərəm. Yaxşı kolay. Sabahınız xeyir. Sabah xeyir. Arzu. Bayaqlarım bağça müdürəsi zəng eləmişdi. Deyir ki, indi biz neyniyək? Arzu razı da gəlib burada işləsin. Yoxsa yerinə başqa adam götürək, hə? Mən də dedim, sənə bir deyim, görüm, sən nə deyirsən? Bir söz denəm mənə, mən də ona deyim də. Dönəm də, denəm. İmkan ver deyim də. Tali, Hə. mən də bağça müəlliməsinə nə deyim? Müdürəyə. Aylıq nə qədər maaş verir? 1500 manat maaş verirsə... Tali, 1000-1500 nədir? 150 manat aya pul verir, bağça deyə. Mən sənə 200 manat verirəm, evdə otur. Ay Tali, Arzu 150 manat işləməyə getmir ki. Arzu gedir ki, başı qarışsın. Nə qədər evdə oturmaq olar? Çürüyü bax mənim balam. Ya da mən sizin ailə işinizə qarışmıram, özünüz bilərsiniz. Deyirəm xala, elə deyil. Bu evdə mən işləyirəm, mən pul qazanıram, gətirirəm, hamımız dolanarıq. Arzunun işləməyinə ehtiyac yoxdur. Bəs bu Arzu 4 il oxuyub diplom alıb. Bu diplomu evdə nəyə görə saxlasın, hə? Yenə də deyirəm, axı mən sizin ailə işinizə niyə qarışıram, Qarışma da Ceyran, qarışma. Biraz indi başım xarab olub, atkırvalkası işləmir. Sonra söhbət edərik bu söhbətlə, mövzuda. Çayımız səy, ailə işinizə qarışmayaq. İsmət. İsmət. İsmət qardaş. Daha görə bilir. Mənəm. Kimdir? Mənəm. Səni də narahat elədim. Gəldin adam. Kostyuma görə gəlmişdim. Kostyum hazırdır. Bütün gecəni elə 10 işləyib hazırlamışam. Əla, oğulsan. Baxın bir dənə. Buyur. Budur. Bu sağlıqla işin qədər. Əla. Yaxşı. Mən bunu harada geyinimdir? Harada primer eləyim? Evdə. Hə? Hara getsən? Ev dedim. Gir bura, burada qəşək şərait. Alsın. Gir. Ayaqqabını çıxar. Teymur müəllim. Burada bir kletka sok var idi, turşular var idi. Heç biri yoxdur. Mətbəxə baxdım, orada da yoxdur. Oğruyublar deyəsən yenə. Yaxşı, içindən məşğul. Hədin nə sən çox Hələ yaxşıdır. sabahınız xeyir olsun. Sağ olun. Xəbəriniz var ha uşaqlar. Leyli deyir ki, burada oğurluq olub. Dayın oyunları yığıb aparıblar. Ola bilməz. Ola bilməz, burada olur var. Sən də elə danışsan ki, Leyli deyildi, hə, o deyil. Eşitdin nə deyir? Görürsən burada oğru var, sən də deyirsən ki, oğurluqlar. Hanı bəs? Mənim ayı bu deyin. Nə çartov var, nə soğan var. Hamısını aparıblar. Mən sana bir dənə söz deyim. O kimsə bizim içimizdəndir. Başlayırsan, başqa var ya. Çünki açar dördümüzdədir. Düzdür mü qardaş? Makaron aparıblar. Makaron deyirsən ha. Şərəfsiz, makaron tapmışsan sən. Şərəfsiz. Sən hələ çartov aparana bax. Vicdansız. Heç olmasa çartov qalardı. Yerdi. Ayı bu deyin, ayı bu deyin. Ola bilər ki, o çartovu aparan ehtiyacı üzündən aparır. Amma o turşunu aparır, turşuna aparır. Ha, turşunu kim aparır? O turşunu apararın qardaş. Ha, bir tek gələn atmaz. Burada qız uşaq var. Ağzına gələnlər danışırlar, ayıb baxın. Teymur müəllim, gəlin polisə zəng vuraq, bizə it gətirsin. Hərəmizi bir-bir iləsin, görək kimdir da oğru.
Hadi sen de bir dayan görün. Dedi it bizden çok bilir. İt tekke iyi bilir ama biz hem iyi bilirik. Hem de danışmak bacarır. Biz uşaqları toparıq da. İt de düz olur. Türk kimi de kip oturub eşsinə. Bir talində moddadır belədir. Hə, sağlıqla. Xeyir işlərə giynəsən. İsmail. Kardeşim bu kolları gödəydi axı. Kollara qardaş, nəyə güdək? Bax da, belə qol... Bir dəqiqə daha Yavaş. Bunun harası gödək də? Sarışqa çıxmalı da biraz. Normal ol. Yox, salına, sağ. Yox, mən bir toyduyam. Oldu da toyda. Toyda qollarımı qaldıranda gahara çıxır bu. Hə qardaş. Yox, bu bax da. Partladı mənə. Mami, qodasını alın. Toya getdin, yedin, içdin, nəmərini yazdırdın. Çıx get də. Bir yeşəxanalıq edib bir əlini də qaldırasan. Ayıf deyə, ayıf. Kimin toydu ki? Nə fərqi var kimin toydu? Qonşunun toydu. İndi qonşu toyuna gedən var. Mən onu peşman oldum. Bütün qonşuların toyuna getdim, öz toyuma heç asla gəlmədi. Heç asla gəlmədi. Gələn də 5 manat pul saldı nəmər, çörəni də yedi çıxıb getdi. Bunun beli də gödəydi axı. Bunun beli də dardı. Gəlmir axı. Cavan oğlansan, bir özünə fikir ver də. Bir idmanla məşğul, bu ötə qarnı hala saxlayırsan. Ay qardaş, bu standartdır. Prosto sənin belin mi standart? Başa düşdün? Belin mi standartdır? O mənim günahım deyil, o sənin günahın. İsmət, haydi. Bir dəqiqə dayan. Dayanmışam mən. Kardeşim, bu kostyuma verdiğin pulu qaytar çıxım gedim evime işime. Mənə lazım deyil bu kostyum. Dayan. Mən bütün pulumu vermişəm mala. İndi bir variant qalır. Sən bunu soyunsan, buradan asıram. Ha vaxt müştəri çıxar, sataram, onu da gəlib pulunu apararsan. Ha vaxt müştəri çıxacaq, ha vaxt bəlkə... Bir gündə çıxa bilər, bir aydan sonra çıxa bilər, onu mən sənə deyəm. Məsləhət almaq istəyirəm. Boş. Bu arzu işləmək istəyir. Mən də istəmirəm arzuya yox deyib özüm pis eləyəm. Da yəni. Ona görə istəyirəm elə sənin adından deyəm ki, anam razı deyil işləmə arzu. Ay yox. Hadi. Başına dönüm sənin. Sən niyə məni o gəlinin yanında pis adam eləyirsən? Hay? Bu da keçən dəfəkidir. Gedib arzuya demisən ki, anam senin pişirdiğin yemekleri beğenmir. Ben onun pişirdiği yemekleri bir yemişem ki beğenem ya beğenmeyem. Buyur. Ben hiç öyle söz demişim. Yani indi onun yeri değil. Ben indi ben arzuya ne diyeyim işlesin işlemesin. Ben siz sergi yok. Bak kardeşler, sənə deyirəm. Hələ indiyənəcən şıxəlinin nəslində heç bir gəlin işləməyir. Yavaş. Bu nədir? Mən başa düşmürəm. Bəlkə sənin arvadın arzu şıxəlinin nəslinə 2013-cü ilin modunu salmaq istəyir, hə? Bax, sənə deyirəm, qardaşlar. Sənə mən baba burada deyirəm. Əgər sənin arvadın işləsə, elə bacın da işləyəcək. İşleyin de burada. İşte bilik kulasın öyle değil ha. Benim başımın atkırval katın harap elemeyin ha. Ne sen işleyeceksin. Ne de çağırsın. Fabirin çubası be. What? Konak var yaxşı. Necəsiz, ne yemirsin? Sağ olun. Şefiniz sağlığınız, her şey yaxşıdır mı? Çok sağ olun, razıyım. Salim əlim. Hə oğlum. Təzə jilet almışsın. Kudurmuşsun. Edim, bu şey düşmedi mi ha? Bunu sözler deyirsin. Sizden. Ne ders, xəstələnib eləyən yoxdur ki. Canınız ağrımır ki. Ne vaxt lazımsa Talim əlim 24 saat sizin qulluğunuzda da. Problem yoxdur. Çok sağ olun, ama sağlam. Yenə deyirəm, əgər bir probleminiz olsa, bir xəstəliyiniz, bir ağrıya yeriniz olsa, Talim əlimə bir kəlmə deyin, mən köməkli eləyəcəm sizə. Talih müəllim, Hə qızım. siz həmişə bizi müalicə elətdirirsiniz, Bəli, amma elə. sonra da maaşımızdan çıxırsınız. Leyli, dədənizə borcum var mənim. Xəstəlenirsiniz, yatağa düşürsünüz, özünüzdən 200 manat verirəm, siz sağalırsınız, sonra da maaşınıza 3 manat, 4 manat verir. Həmin aya bax. Burada pul kazanıram, savab kazanıram da, pislik eləyirəm. Gəl bunu buraya. Bəli. Mən hər gün 4 manat
restoranın bazarlığı üçün pul verirəm sənə. Bəli. Günə də 200 manatlıq alver olur. Bəli. Düzdür qadın? Bəli. Xeyirdirmi? Mən aya 6000 ziyan edirəm bu restoranda. Bax, indi gəlmişəm, məni gör, mən əlindən 4 dəfə belə eləyim sən. 400 manat istəyirsən bazarlığa. Talib müəllim, elə dilimin ucunu dedi, 400 manat istəyəm. Ta özünüz dediniz, xahiş edirəm. Ulan başa düşə bilmirəm. Dünən 400 manatlıq bazarlıq eləmişəm, alverdə olmayıb. Hanı o bazarlıq, hanı o ərsaqlar? Talih müəllim, Hə qızım. restoranımızda son zamanlar oğurluq başalıb gedir. Demək olar ki, hər gün buradan ərzaq oğurlanır. Talib müəllim, inanın mən 3-4 gündür burada yoxam. Hardaydın? Oğurluq olan vaxt sən hardaydın? Hardaydın? İşte. İşləmir. Kevin, niyə mənə demirsən bəs? Talib müəllim, vicdan haqqı ilə dilimin ucunu dedim mən. Deyəm sizə, Leyli məni qabaqladı. Deyil, qızım, buraya. Bəli, Talib müəllim. Sən düz danışan adamsan. Həmişə də düz danışmağına görə sən 3-4 dəfə işdən qovalamışam. İndi tut da düz denən görüm kimdir? Oğurluq eləyən adamın adını çək, səni buradan qovalayım, onlara dərs olsun. Denən, adını de bir kəlmə şey deyim. Uşaqlar yola sarın Leylini. De. Mən hardan bilmə, ay Talih müəllim? Heç birimiz hələ bilmirik kim doğru. Keç qırağa. Talih müəllim, Hə, bu restoranın açarı bizim 5-imizdədir. 5-imiz, 5 nəfər idi. Bizim 4-ümüz bir qırağa. Bizim xəbərimiz yoxdur. Ömrü boyu biz eləməliydik. Bəs bunu kim oğurlayıb? onda belə çıxır ki, oğurluğu mən eləmişəm. Yaxşı, nə olar? Mən oğru oldum, hə? Talib müəllim, biz demirik ki, oğrusan sən. Hə? Sadəcə şübhələn səndədir. Talib müəllim, mənim də dilimin ucunu deyib ki, deyəm. Abbas məni qabaqladı. Şübhələr sizə göndərir. Eləmi ya? Mən ona görə də bu şübhələr deyəndə bu dəqiq faktdır. Mən oğurlamışam, siz təmizsiniz. Ona görə də təmiz adamla oğur adamın ki tutmadığına görə sizi işdən çıxardıram. Basın bayra zəhmət olmasa. Halaldırsa Talib müəllim, davay çıxara, çıxın. Oğurlar, burnumuzdan gəlsin. Gəl, çıx çölə. Sən də çıx. Mən sən. Hadi deyirəm, sözdən. Univarm. Hayda. Kalonka. Apamazon. Hayda. Ha sen bunları işten çıkarttın. Ha ne oldu? Oğrunu tabi biləsən. Ne bileyim ha? Ha gətir bura kameraları düzdür. Onda biləsən oğru kimdir. Ha? Ha ne? Üç yerge. Güzelin. Ben burada fikirləşdim, her şeyi tapdım ben. Burada muvallik değilim, kalonka değilim. Bende de başlı da tamazokla değilim. Bəli. Bu gündən mən qərar aldım. Dincəldin ay Məsim. Gücdən Talihi rast salmışdım. Gərək elə özünü ataydın ortaya. Boyu başa düşmədim. Ay qız, mən benim işləyə bilmərəm. Nə oldu? Bugünə kimi heç işləmək istəmirdin. Elə ki Arzu işləmək istədi, Məsud işləmək istədi. Boy. Bağışla. Bağışla ay Arzu xanım, bağışla. Mən heç bilməmişəm ki səni Şəxəlinin nəslinə ağbirçək seçiblər. Bundan sonra nə iş tutdum ay bacı, gəlib səndən məsləhət alaram. Sizin gözünüz bizi əvvəldən götürməyib, həmişə bizə yuxarıdan aşağı baxmasınız. Oy ay Məsim, özündən söz çıxartma. Görürsən dediyim sözlər səni açmır. Gördün ki, siz istəmirdiniz Məsi Bakıya gəlsin. İstəyirdiniz eləmə ömür boyu kənddə qalım. Qaz yolum, induşka yolum sizdə göndərim. Belə qatıq, pendir. Mürəbbəsi də mürəbbə kimi. Siz də yerdiniz bu nazı neymətlərdən. Balam buxaq bağlayasınız. Pudranı vurasınız sözümüzə, duxuları pıs. Kablok da giyinib düşəsiniz bu divarın canını hava almadan. Məmməsi də anası ölmüş Məsi. Ayaqda qalış, palçığın içində. Bu camışların dalıyca o yana qaçım, bu yana qaçım. O yana qaçım, bu yana qaçım. Niyə elə deyirsən, ha? Pis gəlin olmuşam. Mən sənə pis gəlin olmuşam. Hər ay sənə pal-paltar göndərmirdim mən kəndə. Hə. Paltar? Paltar. Düz deyirsən. Göndərmisən bacı, göndərmisən. Bəyənmədim. Köhnə paltarları, xoşuma gəlmədikləri məmməsi üçün göndərmisən. Oy, mən sənə söz çatdıra bilmərəm, ay Məsi. Sənə söz çatdırmaq mümkündür. Düz deyirsən. Sən mənə söz çatdıra bilmərsən. Amma qardaşımın ovucuna qoymağa söz tapıb çatdırarsan. Qardaşıma məndən elə sözlər deyərsən ki, səhər qardaşımın üzünə çıxmağa üzüm gəlməsin.
ərzaqımı oğurlaya bilərik. Eşidirsiniz mənə? Mən 3-4 gündə burada işləyirəm. Əgər o kameraları ikisini söküb sata bilməsəm, mən çıxarayım deyə qardaş. Sərf eləmir. Bir yağmur oldu. Cəmanatı çıxdım cəmanatın qabağında. Bu üzbəüz marketi yoxdur. Üzbəüz də bizim olan. Bugünə söz vermişdim ki, 30 paçka makaron gətirəcəm. Mən indi nə edəcəm? Cəmanatı çıxdım cəmanatın. Məndə deyil, məndə. Gərək mən biraz çaqqal kimi bu oğurluğa yol verməyəydim. Bu işi düzeydim grafikə, hər gün birimiz aparaydık. Bir adam kimi. Tamaq qoyduk. Bunlar götür. Kesin siz foyaya Abbas. İsmail foyaya kesin gel lan. Temur buraya, sen yoksan buraya. Leyli kızım. Oğlum. Temur. Böyle. Bak hele bil ki barın stoykanın arkasında turşular var, bankalar var. Onlar ne kadar uğrayıp aparardın? Bir tane göster. Bir tane dikkatle bak. Tanıyorum, əsas oydu ki, Leyli burada olmayın. Ondan sonra ne var ki, korupkanı koyuram, öyle elektriklerden götürüp yığıram korupkaya, sonra bir alırım bıçağımı, bakırım, götürüp aparırım. Əsas o ki, Leyli olmasın. Kameranın birini koysan buradan, bunun birini koysan buradan, birini de düz tepesinin üstünden koy, böyle şeylersin. Yaxşı? Köç. Abbas! Yetişin aşağı. Sen bakın. Yetiş aşağı değilim, yetiş. Demir o kamera çaldan çağır, Leyli'ni çağır. Baş. İsmail oğlum. Leyli, kardeş sen de gel. Abbas, elədir ki, bak burada erzak gizletmişsən da oğlum. Kartuşka soğan, elə bak burada. O nəfər uğrayıb aparardın. Çok güzel profesyonelcasına. Aha, gösterin. Soğanı koydum bura. Ha. İndi bir tane baş belə görüm, heç kim yoktu ki. Kartofu da koydum bura. İtibarı çağırdım, götürdük, ondan yolda bölüştürdük. Buradan kamera olan çəkir. Ya. Hayır, kesin belə. Kesin. Deyil, keş gözüm belə. İsmail, təsəvvürünü et ki, o güldanın arkasında makaron istətmişsən. Onlar necə olur yarın aparardın? Sen başka kameralarda koymak olur. Oğura göre baxa. Ha yaxşı böyle. Böyle. Kardeş. Orada bir kamera kuraştırarsan bunu çəksin. Birini de buradan kuraştır. Çünkü çok şirin oğurlamağı var. Bu kameralardan sonra oğurluq olmayacaq. Sen buna o kapıdan uğraş yapsan da kameralar hamısını bıraştırdı. Kesin böyle. Bu günden düzülenin bu kafede oğurluk olmayacak. Değer. Leyl sen gül. Değerim de kimse detone gülür. Nota bizi gülür. Bir de gül. Yok. Yetti. Uğraştır. Şəkili göndər mənə. Qəşəng şəkil deyil. Dodağıma büzmə ancaq. Öz şəkili deyil. Sen niye oturmuşsan? Açarı məhəbbət gəlib, sen niye oturmuşsan? Biraz yorulmuşdum məhəbbət bu iş çox idi. Ona görə biraz gəldim, oturdum, dincəlim. Belə keş görüm, dincəlmişsən. Ha, belə oturmağına görə mən səni işdən çıxardacağım. Bir dənə oturmağa görə məhəbbət işdən çıxardı. Məhəbbət müəllim işdən çıxardılar. Niyə çıxartmırlar? Elə qəşəng çıxardılar. Bundan qabaq mən bir dənə şirkət vardı, orada işləyirdim. Mən bir dənə oturmağıma görə işdən çıxartmadılar, eğitim eksdən qovan kimi qovdular. Niyə? İnternetə girmişdiniz, hə? Mən ki, yox, nə internet? O vaxt mən o şirkətdə işləyəndə elə bir bizdə şirkətə trening keçirdi. Avstriyadan, Amerikadan, Almaniyadan, Fransadan qonaqlar gəlmişdi. Müdürümüz gəlib, hə, yığıncaq elədi. Söz demək istəyəndə mən də altında stolu çəkdim. O şarap pultu ilə yıxıldı. Mən də şarap pultu ilə işdən çıxardılar. Yercə 2 kamaz sement gəlib, onları boşal. 20 dəqiqəyə vaxt verirəm sənə. Tez ol. 20 dəqiqə çatdıramayacaq. Çatdıracaqsan.
Arzu, niyə ağlayırsan balam? Sənə də bir söz deməmiş, o dəqiqə gözünün yaşını axıdırsan. Deyən, indi gör anam bunları necə mələdəcək, deyən. Ay, 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 what? İş bastı, ejdaha geldi. Məsih, Məsih. Sən nə istəyirsən mənim qızımdan, hə? Nə istəyirsən Arzudan? Bax, nə istəyirsən, hə? Sən niyə bu qızı ağladırsan, hə? Əl çək də mənim qızımdan. Arzu, bu da təzə çıxıb, hə? Bir şey olmamış yalandan gözümün yaşını axıdıb, hər şeyi anonun ucuna qoymağın, hə? Bəlkə bu sənin yeni ixtirondur, hə? Ay bəs xala, niyə qızımı başa salmırsan? Mən bir dənə işə düzəlmək istədim də, niyə mənlə qabağa düşdü? Sənin sözündən belə çıxır ki, balam mən işləməyim. Niyə görə işləməməliyəm, hə? Savadsızam da ya. Vay, vay, yox əşi, yox, yox. Kim sizə savadsız deyə bilər? Heç kim. Siz anadan olanda doğum şəhadətnaməsi yerinə sizə yurist diplomu veriblər. Ceyran xala, sən uce pironluq eləyirsən barra. Azməsi, səni elə yolmaşlayıb bir hala salaram ki, heç bir şirkət Bakıda səni işi götürməz ha. Deyərlər ki, şəxsiyyət vəsiqəndəki sən döyürsən. Az Sevda, az gözlərimi niyə döyürsən? Görmürsən bacımı təhliflər, dur ver də o vəfanın cavabını. Ay qız Vəfa, sən mənim bacımı tək görməmsən ha. Sən ölsəni bilirsən nə qayraram. Ay mama, sən bana nə demişdin? Bir Vəfa nə qayırmalıydı? Ay yerəsin. Bu su hardan damır? Bu nə daxı bu? Nə Sevda sənsən? Üstünə o dələnsin, mənəm ay məhəbbətim. Təbrik edirəm. Nə yaxşı gəlmisən? Mənəm ay məhəbbətim. Bildim də sənsən ay məhəbbətim, sənsən. Bildim o sözü 2 dəfə dedim. Nə yaxşı gəlmisən ayrı sualdır. Nə bilim ay məhəbbətim, elə evdə oturmuşdum. Fikirləşdim ki, nağayrım, itirən tərəfə gedim, yoxsa işıq yanan tərəfə. Dedim elə itirən tərəfə gedim. Mən də fikirləşdim ki, sənin yanına gəlim. Yaxşı. Qoyun ora. Barışmağa gəldin elə Sevda. Hə, ay məhəbbətim. Amma biz sənlə barışandan sonra sən gərək mənə icazə verəsən. Mən hardasa işləyəm, mən də evə pul qazanam gətirəm də. Yox, yəni ki, onu demək istəyirəm ki, ikimiz işləyək də əl-ələ verək. Sənin başın xarabdır. Niyə nə dedim? Amma məhəbbət heç vaxt icazə verməz ki, onun həyat yoldaşı işləsin. Başa düşsən? Yaxınca qorxma. Heç vaxt icazə verməz ki, məhəbbətin həyat yoldaşı işləsin. Demə öyle əl-ələ verib işləmək. Başa düşürsən? Uşaq vaxtı məhəbbət atasının əlindən tutmuyor. Başa düşdün? Davay geri, davay gel. Davay gel. Teymur müəllim, Harlayın. axşam evə biraz tez gedə bilərəm mən. Bilərsən, istəyirsən lap indi get. Yox, axşam tez gedərəm də. Hə, yaxşı. Teymur müəllim. Hə, harlayın. Quru çayımız qutarıb, çay ala bilərsiniz. Çay? Hə, yaxşı alarıq, çalır. Çay vardı, hamısını çalır. Eşidirsiniz mi? Çox oyan bu yana baxmayın. Öz şübhələ aparmayın. Hər yan kameradır. Amma bugün buradan nəsə götürməliyik. Oğurluğu elə eləməliyik ki, izi qalmasın. Çünki hamımız marketlərə söz vermişik. Necə deyərlər? Nə şişəsin, nə də kabab. Hə, kabab. Yaxşı deyər də. Hə. Bəlkə mən cavab pişirim, tüstüsü aləm götürsün, bura duman olsun, ərzaqları daşıyaq da. Dava getin pişirək.
İnanılmaz şeydir o, sana qurban olaram mən. Talih müəllim bütün restorana pajarni siqnalizasiyası qoşdurub özümüzü yandırarıq. Məndən danışma, məndən danışma, kamera çəkir. Elə mıc qoymağı bir dansı, bir deyə də sən ver də. Bir deyə ver. Mənə bax, salamatı bizə neyniyək? Kimin ürəyinə istəyir, kamerasında fikir vermirik. Kim ürəyinə istəyir, götürsün, çıxsın, getsin. Sən nə danışırsan? Bəs Talih müəllim kamera çəkilişinə baxsın və cavab verəcək. Digəri kompüterli qrafikatda. O qədər biz istəməyən adam var ki, inandırarıq da bir də. Sənin başın qaraqlı cavab görməyəcək ki, oğurluq edən bizik. Danışırsan sən. Çox hərəkət edəm, çox hərəkət edəm. Sən, bəlkə başımıza kalkotka keçirək. Kim tanıyacaq bizi? Daşıyaq da hər zaman. Dava getdik kalkotka. Dayan bir tək. Sənin başın xarabdır. Mənim şəxsiyyətim var. Mən bu kalkotkla başıma arvad kalkotkası keçirib ki, nə var. Kartof soğan olur. Ayıp dön sənin üçün. Astakal bir şey görürəm. Halı sələmə getsin. Halı sələmə getsin. Yavaş. Dön. Teymur müəllim. Hə, qısmət. Keç orada otur. Deməli, sən bu iş söhbətinlə əlaqədar mən ciddi üstünə düşmüşəm. Buradan da, qazetdən də 3-4 dənə iş tapmışam. Gör, indi hansısa yarayır, gel orada bir yerdə işlə. Deməli, biri var, çox çörəkli iş daha. Təndir sexində çörək yap, bax. Nə deyirsən? Təcilidir, özdə yaxşı maaş verir. Ay qismət, mən təndirə çörək yapa bilirəm. Bu nə işləyir, mən başıma oynacırsan? Gəlmirsən? Yaxşı, keçək o birisi işə. 450 manat maaş üstə gərək faiz. Yanacaq doldurma məntəqəsində. Nədir, maşınlara benzin tökəcəm? Yox, smenli işdə, onu sən bacarmarsan. Jurnal satmaq. Ay qismət, qışın günü mən zapravkada jurnal satanam. Qışda cəmi cümlətanı 3 aydır da. Azərbaycanda qışın ki 10 gün olmuyor. Qalağı yaya gedir işdə də özün üçün. İşlərin hamısı yaxşı deyil, sən bəyənmirsən. Gör, bu iş nətərdir? Əla işdir. Metronun qabağında reklam kağızlarını paylamaq. Ay qismət, mən metronun qabağında reklam kağızı paylayanam. Mənim bitvatomuma yaraşır o. Var var, sana bitvatomuna. Gələk geçəndə mən... Bir dəqiqə dayan. Elə deyil. Mən şixarlının nəvəsiyəm. Başa düşsən? Mən deyirəm, arvad işləməyəcək. Deməli işləməyəcək. Mən şixal deyil ama hər gün səhər arvad durğuzu işə yollayam. Özüm də qav yuyam, paltar tülüyəm, uşağa baxam. Mən tamam hər cür işləyəm ha. Ay Talih, boşuna dönüm. Niye böyle dar kursaq olmuşsan? Ben dalsam şeyim, ben başım bir dakika işlemir, xəstə işləm. Qadanalım, bir höysələni bas, bir ağ bir çəyən sözünə qulaq as qadanalım. Arzu bu evdə oturup güya neyniyir ki? Yazıqdır, qoy giysin işləsin də, boşuna dönüm. Baxsa da buradan buradır, qoy giysin işləsin. Yok, biraz çok dalsam olmadı, adı yoktu. Aileyi şok deyirik biz burada. Rast ki anam belə deyir, anam dediği sözler benim atkırvalkama battı. Onu gördü anam. Bu gündən etibaren Arzu işe çıxırsan, təbrik edirəm Arzu, işləyəmlərsən. Amma! Arzu dayan! Anamın amması çıxdı, gəl bari, bəlkə işlə bari, gəl. Buyur anam. Amma! Gəl otur bura. Dığı dayan, amma. Məsi heç. O eləməz. Hoppa. Amma sən bana deyilən görüm. Sabah Arzu kazandığı pulları getirip senin başına çırpıyacak. Amma ama söhbətdir. Çok ağıllı söhbətdir. Pul elə bir şeydir ki çırpılmağı sevir. Bir dəqiqə dayan Arzu. Hadi o gün qismət məndən. Dedi ki mənə bir 15 manat köməklik elə. İnarsan anam. Çıxartmışam 10'luğu. Taraf sıfatına çırpmışam, 5'liyi de aparıp fırdalatmışam, 10 tane 50 qəpiklik bir. Oradan buradan düşmüşam həyətdən sıfatına, hər imkansız adamı kömək edirəm da. Sıfatına çırpa. Pul elə bir şeydir. Arzu, aç kulağını eşit. Sen işləməyəcəksən. Başa düşdün? Tutardım söhbət. Deyirəm elə şıxəli baban oxşamısan hiç. Eybi yox. Qoy mənə desinlər ki, Talih babası şıxəli yoxşuyub. Mən o ləkə ilə o sözlə yaşayaram. Amma Arzu, işləməyəcəksən. İsmət, elə eləmə ki, mamanı çağırın bura. Vəfa,
Məni öz mamanla qorxuzma ha. Mən qoyun anasından qorxan kişilərdən deyirəm. Sən mən başa düşdün? Nə olub İsmət? Bu nə səs-küydü? Heç Ceylan xala, mən sizə onu bildirmək istəyirəm ki, mənim bu evdə gedən hadisələrdən tam xəbərim var və sizin bir işarənizlə kimi istəyirsiniz onu saçını yolmağa hazıram. Bu bir plus. İkinci plus. Ceylan xala, talihin acığına ona etiraz olaraq mən şəxsən istəyirəm ki, Vəfa işləsin. Vəfa, sən nə deyirsən? İşləmək istəyirsən? Ay mama, mən işləmək istəmirəm. Qismət, qızım işləmək istəmir də. Başqa nə söz söhbət ola bilər? Hə? Heç necə xala, əgər siz deyirsiniz ki, işləmək istəmir, işləməli deyil, siz necə deyilsinizsə, deməli, elə də olmalıdır. Bunun ayrı variantı yoxdur. Mən özüm işləyəcəm, qazanacam və siz şükürkənizlə fəxr edəcəksiniz, aləmi dolandırır. Bəsdir. Bu işləyib qazanacaq. Sənin kimi kürəkəndənsə, yumurtlamayan toyuq yaxşıdır. Nasıl deyildi? Sana can o yer, mən bu üçünü necətdir, mən bir dənə istəməmişdim səndən. Yaxşı, bir dənəsini içərsən, halal xoşun olsun, pulu da lazım deyil. Bu iki dənəni də çıxıb bayırda qoyarsan, ağacın dibinə gedərsən. Efendim telefonu? Telefon deyil abba. Aman. Asma. Papağımın altında 4 gelmiş et var. Həmmə yandırarım. Nə? Papağımın altında 4 kilo et var həmmə. Ne deyirsən sən? Papağımın altında 4 kilo et var çəkilmiş. Tərpənmə yandırarıq. Gizlədim. Mən papağımın altında 4 kilo et var ha? Bayaqdan mən elə bilirəm ki, başım bədənim ağırlıq. Sif bildim. Sən bura dedin. Leylinin sumkasına 12 dənə makaron qoymuşam. Makaron? Sonra çıxardın. Nə? 12 dənə. 12 dənə. Sonra çalını götürürsün. İsmail, gel apar bu zibili at. Bu ne? Atın. Temur. Benim simetanlarım orada. Simetanlar? Buradan. Orada? İsmail, Allah bu kutkanı da at çiğne bayır yaman soyuq. Buna ehtiyac yok diye. Diyelim at çiğne de bayır soyuq. Cibinde 3 botolka duru yağ vardı. Duru yağ? Apırlı ha. Ya. Zimine kalmasın ya. Duru yağ da bende var ha. Sen de ben ne varım duru yağ söhbətində varsa. Daha halallıq olsun, ne olmadı? Ay xanım, daha gecdir bağlayırıq, qalxın zəhmət olmasın. Qardaş, sən də dediyim kimi də birinin özünə götürürsən, ikisini qoyursan ağacın dibinə. Nətə adamsa olacaq, birisini də olsa işmağa qoymadı olsa ya. Deyirsən də yığış, bağlayırıq. Ay Teymur müəllim, nə tez gedirik bəs? Aynı vaxt deyirsən ki, tez gedək. Gedək də, qızlar get də. Get! Bu yıtıradan da pullar. Zimbili. Ne kadar zimbili? Ben sana gedeyim dayı. Sağını takısına gözleyeyim. Şimdi ellerimizi kameraya gösterin ki hiç şey götürmemiş. Ellerimiz bomba. Takını gözleyeyim sağını. Sağını taksın. Halal. Yavaş bir. Benim at kırbalkamı xarab eləməyin ha. Gah deyirsiz belə. Fikrinizi den konkret. Ay oğul, kim deyir ki, gah elə deyirsən, gah belə deyirsən. Sən kimi deyirsən, başına dönüm. Mən nə deyirəm ki, mən Arzunun istəməyinə protiv deyiləm. Qoy istəsin. Güya Arzu evdə oturanda nə olacaqdı ki? Qoy istəsin. Özü bilər, istəyir evdə otursun, istəyir işləsin. Hadi şok. Anam, rast ki ana, sen belə deyirsən.
Arzu, sen işlemeyine etiraz eləmirəm. Gel işlə, qutardı söhbət. Amma. Bir dəqiqə dayanın. Anamın amması var. Bir dəqiqə dayanın. Amma. Ben işləmədim. Deyəm Amma anam. sən səhər yuxudan duranda Mən. baxacaqsan ki, Arzu gedib işə. Aha, mən baxayım. Deynən görüm sənin qabağına bir stəkan çayı kim süzüb gətirəcək? Bir dəqiqə. Mənim qabağıma çay kimsin? Qumru evə gec gəlir. Bu şey düşmədim. Çayı mən alım, suyu mən alım, qəndi mən alım. Çay da özümə süzüm. Niçvo sibi. Ne oldu be bacana? Dayaktan uzanmıştım. Səskiyə durdum, imkan vermədiniz. Qulaq. Bu Arzu deyir ki, mən işləmək istəyirəm. Anam deyir işləməsin, mən də qalmışım ortalıqda. Bilmirəm işləsin, işləməsin. Amma bir dənə anam incə bir dənə qəşəng amma dedi. Arzu işləsə, belə sıxır ki, səhər durub mən özümə çay süzməliyəm, düzdür? Başa düşmədim, mən şixəliyəm ya sənəm nəyəm, mən niyə özümə çay süzürəm? Sözüm xətrinə dəyməsin, ha qismət. Əgər sözüm xətrinə dərsə, şələ şüləngiq bas bayra evimdən. Başa düşdün? Ya Allah, xətri qədərdir, belədir? Tarih xətrimə, nə deyir? İndi əsəbləşəndə hər söz deyər də. Bacanaq ümumiyyətlə hər söz deyə bilər, orada heç bir şey yoxdur. Sən nədir ki? Hələ mən sənin yerin olsam tarih... Yo, misalçı. Sənin yerin olsam bu nə sözlər ki? Elə sözlər deyərəm ki, gəl görəsən. Elə mi? Xeyr ola ki, xətrimə dəyməz. Sənə bir kişi kimi söhbət eləmək istəyirəm. Buyur. Mən az qala sənə mərd adam kimi baxıram da qismət. Sən sözün dinə. Səhər özünə çay süzərdin. Ali, əzər yuxudan durdum, gəldim çay süzməyə. Gördüm qaynanam oradadırsa, birinci ona süzərəm, sonra özümə. Yaltaqsa ki. Bir qurubu sən də qovalım da sən evimdən. Qardeş, sən işləmir. Ay bəstə xala, siz də gah elə deyirsiniz, gah da belə. Mən nə deyirəm başına dönüm. Mən olanı deyirəm dana. Bir daha söz deyirəm. Dimdiyə durma. Yox, xəstə işəm, bir dəqiqə qovalayaram ha səni. Yox, bu sözüm deyil. Yəni evində qonaq qalırsınız, adam evindəki qonağa dillənməz, amma hər an yaxşı, xoş gəlir. Sən məndən bir ki, bayram böyüksən. Evdə başqa çıxıylağı yoxdur. Sən bir məsləhət ver də qardaşlar. Arzuya icazə verim işləsin, yoxsa icazə verməyim işlə. Bax, belə qalmışam ortalıqda. Məsləhət olsaydı, mənim həyat yoldaşım işləyərdi. Mən kişiyəm, qazanıram, deyirəm, otur evdə işləmir. Mən fikirləşdim, götür qoy elədim. Rast ki, bacanağım da bu söz deyirsə, elə bacanağımın adına Arzu işləyəcək. Mənim son qərarımdır, qərarımı dəyişmirəm. Bir dəqiqə dayanın, anamın ablası çıxdı, buyur anam. Amma sən bana de görüm, o evdə çağıya kim baxacaq? Hoppa, qəşəng olmadı. Bir dəqiqə dayanın, mən hələ qərarımı, sonuncu qərarımı indi verirəm. Arzu... Sen niye böyle kəmhöysəl olmuşsan? Mən dalxoşuyam mən. Niye böyle? Eğer sözüm xətrinə dərsə, şələk şülən götür, bas bayraq evlə. Mesela sana neyinəməliydi? Səni səydələkdə Gəldim sənin yanına. Yaxşı. Ay onun vardı. Hayda. Ay kalonka. Hayda. Apamaz o. Hayda. Kodurmasın. Hem bayılışmam be ya.